Tutumumuz qədər bu aydan istifadə eləyək. Tutumumuz qədər, gücümüz çatan qədər. Ustad qiraəti deyir ki, bir nəfər gəldi, mənə sataşdı. Ki, sizin vallahi ağlınız yoxdur, dedi. Dedim, necə bəyəm? Dedi ki, məfatihi açdım. Dedi, qardaş, cəmaat aya uçur. Göyü yeri fəth eləyir, bu qədər inkişaf eləyir filan. Siz açırsınız, deyir, birinci saatın duası, ikinci saatın duası, üçüncü saatın duası. Günün hər saatına bir dua. Adamlar bu duaları oxusa avara qalar, heç bir işlə məşğul olmaz. Bu nə dindir, deyir. Bu nə ağıldır sizdə? Deyir, mən də baxır, qardaş, sən səhv başa düşmüsən. Deyir, nəyə səhv başa düşmüşəm? Deyir ki, bir aptek 24 saat işləyirsə, demək istəyir 24 saat xidmətindəyik. O deməkdir ki, aptekdə yat. Deyir, haçan gəlsin, sənin üçün dərman var. Bu da deyir, günün məsələn 12-də dua eləmək istədin, 12-nin öz duası var. 1-də dua eləmək istədin, 1-in öz duası var. 2-də dua eləmək, hər saatın öz duası var. Elə bil gedirsən avtovağzala, deyir, Bakı Gəncə, məsələn, saat 10-da çıxır, 11-də, 12-də. O deməkdir ki, avtovağzalda yatasan, yox. Demək istəyir, haçan getmək istəsin, saatın başında gedir. Tutumuva uyğun şəkildə, Ramazan ayda belədir, fəzilətlərini bizim qarşımızda qoyub, öz tutumumuza uyğun şəkildə bu Ramazan ayının feyzindən bəhrələnək. Ya eyyuhəl-ləzinə amənu, və bu gözəl müraciətdir. Orucun bu müraciəti, elə bunun ləzzəti nəyə deyəsən dəyər? Görün, nə mehriban danışır, oruc çağırışı belədir. Ya eyyuhəl-ləzinə amənu, kutibə aleykumus-siyam. Ey iman gətirənlər, oruc sizə vacib edildi. Ey iman gətirənlərin sevinci, bu müraciətin. Alimlərdən biridir ki, orucun bütün çətinliklərini aradan aparmalıdır. Elə bil ata deyir, mənim övladım, mənim balam. Ya eyyuhəl-ləzinə amənu, ey iman gətirənlər, kutibə aleykumus-siyam. Oruc sizə vacib edildi. Dərhal ürək dirək verir. Uşağa məsələn iynə vuranda deyərləri ona da vuracaqlar ki, təsəlli tapsın. Kutibə aleykumus-siyam kəma kutibə aləl-ləzinə min qablikum. Sizdən əvvəlkilər də narahat olmayın, oruc tutublar. Axırda deyir, ləalləkum təttəqun. Ki, təqvalı olasınız, pəhrizkar olasınız. Uşaqlara vurulur peyvənd, xəstəlikdən qorunmaq üçün. Həqiqətən də belədir. İldə bir dəfə bir peyvənddir ki, ruhun peyvəndidir ki, bir il sizi sığortalasın. Yoxsa bu qədər günahla ildə bir dəfə Ramazan ayı, bu lütfu olmasaydı Allahın iman saxlamaq olmazdı. Allah gəlir təmizləyir, yuyur, pak eləyir, deyir ki, təmizsən, günahsızsan, yola davam elə. Bacarırsan gələn oruca qədər, bunun nurunu qoru, günah eləmə. Bacarmasan deyib yox, yenə gələcəksən gələn il, yenə həmin günahlarla gələcəksən, yenə mən Allah səni bağışlayacağım. Amma çalış ki, Allah eləməsin ki, bir gün o qədər günah üstə eləyəsən ki, gələn oruc lütfü sənə qismət olmasın, qapılar üzvə bağlansın.